Xüsusilə də iyun ayının artıq 21-i axşam saatlarına doğru Azərbaycanın əvvəlcə şimal və qərb rayonlarından başlayaraq, yəni xüsusilə də baxın Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Dağlıq Şirvanda, Quba, Qusar rayonlarının və Şabranın dağ kəndlərində lokal leysan, dolu və ildırım proseslərinin artıq birinci mərhələsi iyun ayının 21-i axşam saatlarından başlayacaq. Eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın dağ kəndlərində artıq iyun ayının 21-i axşam saatlarından başlayaraq hava şəraitində ilkin dəyişiklik gözlənilir. Bu prosesə bir qədər uzaqdan baxsaq görərik ki, daha çox Şimali Qafqaz ərazisində şiddətli leysan və dolu prosesləri iyun ayının artıq 21-nə qədər davam edəcək. İyun ayının 21-i axşama doğru artıq bu sistem Şimali Qafqazdan Qafqazın cənubu Azərbaycan ərazisinə doğru yayılacaq. Eyni zamanda Türkiyə ərazisində də xüsusilə də Aralıq dənizdən daxil siklonların təsirindən lokal leysan və dolu prosesləri davam edəcək. İyun ayının 22-si və 23-də baxın baş verir. İyun ayının artıq 22-sinə keçən gecə və 22-20 gün ərzində baxın xüsusilə də Böyük Qafqazda və Kiçik Qafqazdakı proses intensiv və güclü olacaq. Böyük Qafqazın ən çox da Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ rayonları, İsmayılın dağ kəndlərində yağışların lokal leysan xarakterli intensiv və güclü olması, dolu yağması, dolunun diametrinin iri dənəli yağması gözlənir. Çünki güclü topa yağış buludları və şiddətli lokallaşan bir supersel buludların da yaranması potensialı var ki, bu da leysanın qəfildən şiddətlənməsinə, leysanla bərabər güclü küləklərin əsməsinə və dolunun diametrində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının dağ kəndlərində intensiv və güclü olmasına səbəb olması potensialı var iyun ayının 22-si, 23-də. İyun ayının 23-də baxın buradakı sistem tədricən deməli Yevlax, Göyçay, Ağdaş rayonlarına doğru yayıla bilər. Eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, ən çox da Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində də iyun ayının artıq 21-i axşamdan başlayan dəyişiklik iyun ayının 22-si, 23-cü və 24-də aydın şəkildə hiss ediləcək. Bu proses artıq iyun ayının 24-dən 25-nə keçən gecə Bakı, Abşeron, Sumqayıt ərazisinə doğru yaxınlaşacaq. Bakıda leysan və dolu ehtimalı yoxdur. Lakin iyun ayının 24-dən 25-nə keçən gecə Dağlıq Şirvandakı sistemin bir qolunun Sumqayıt istiqamətinə doğru yayılması potensialı var. Deməli, həmin günü əgər güclü şimal küləkləri müşahidə edilməsə, yəni dünya praktikasında da biz bildiyimiz kimi deməli, külək kəsməsi adlanan bir proses var. Külək kəsməsi baş verməsə, iyun ayının 24-dən 25-nə keçən gecə saatlarında deməli, Bakı, Abşeron, Sumqayıt və Bakı ətraf qəsəbələrində bir topa yağış buludlarının ilkin inkişafı gözlənilir. Bu da o deməkdir ki, Bakı, Abşeron, Sumqayıt və Bakı ətraf qəsəbələrində iyun ayının 24-dən 25-nə keçən gecə və 25 gün gündüz saatlarında lokallaşan bir topa yağış buludlarının inkişaf etməsi üçün münbir sınaqlı şəraitinin yaranması potensialı var. Bu sistem baxın Qobustan mərəzinin təqribən Sumqayıt istiqamətinə doğru yayılacaq. Bir daha bildirdiyim kimi iyun ayının 21 axşam saatlarından başlayaraq əvvəl Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitində lokallaşan bir kəskin dəyişikliyin birinci mərhələsi gözlənilir. Artıq iyun ayının 22-si, 23-cü, 24-cü və 25-də fasilələrlə Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusarın dağ kəndlərində eyni zamanda Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan bu sistemin bir qolu Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Göyçay, Mingəçevir, Yevlax, Ucar, eyni zamanda Bərdə, Tərtər rayonlarına doğru yayıla bilər. Kiçik Qafqazdakı sistem Ağcabədi, Füzuli, Horadiz, Hadrut, Beyləqan və Zərdab rayonlarına doğru yayılması potensialı var. Böyük Qafqazdakı sistemin də bayaq da bildiğim kimi Göyçay, Ağdaş rayonlarına doğru yayılması potensialı var. Deməli, ən intensiv və təsir edici hava hadisələri iyun ayının 21-i axşamdan başlayaraq 22, 23, 24, 25 iyun tez-tez təkrarlanan bir hava şəraitində dəyişiklik gözlənir. Ən çox Böyük Qafqazda, Gəncə Qafqazda, Kiçik Qafqazda bu proses aktiv olacaq. Artıq iyun ayının 25-dən sonraki prosesə biz baxanda görürük ki,
Bəli, iyun 26-sı, 27-sində də Azərbaycanın şimal və qərb rayonlarında deməli hava şəraitində tez-tez dəyişiklik potensialı var. Gün ərzində hava şəraitinin tez-tez buludlanması, lokal, leysan və dolu potensialı var. Xüsusilə də artıq iyun 24-ü axşam və 25-də bu sistemin bir qolu Dağlıq Şirvan ərazisində əgər münbit sinoptik şərait yaranarsa, Sumqayıt istiqamətinə doğru yayıla bilər. Deməli, burada bir fırtına xəttinin keçidi gözlənilir. İyun 24-dən 25-dən keçən gecə Bakıda, Abşeronda və Sumqayıtda güclü xəzrə küləkləri əgər müşahidə edilməsə, həmin gün artıq real sinoptik şərait imkan verə bilər ki, dikinə bir buludların inkişafı müşahidə edilərsə, artıq bu güclü topa yağış buludlarının aktiv inkişafına səbəb olacaq. Bu da Qobustan mərkəzindəki topa yağış buludlarının Sumqayıt istiqamətinə keçməsinə səbəb olacaq. Daha çox Sumqayıtın şimalına keçəcək. Deməli, bu o deməkdir ki, Bakı, Abşeron, Sumqayıtda iyun artıq 24-dən 25-dən keçən gecə bir yağıntı potensialı var və bu prosesin lokal şimşəyə çevrilməsi ehtimalları var. Bu barədə birbaşa peyc və radar məlumatların təhlilləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. Bir daha bildirim ki, iyun 21-dən 22-sinə keçən gecə saatlarında daha çox Azərbaycanın şimal və qərb rayonlarına başlayan proses, baxın, deməli iyun 21-dən 22-sinə keçən gecə saatlarından başlayaraq əvvəlcə Azərbaycanın şimal və qərb rayonlarına başlayan deməli proses artıq iyun 24-ü və 25-i Dağlıq Şirvandan Bakı, Abşeron, Sumqayıt ərazisinə doğru yayılacaq. Bakıda güclü bir sərinləşmə olmayacaq. Lakin 24-də axşam və 25-də lokal şimşək və qısa müddətli yağış potensialı var. Azərbaycan ərazisində ən təsir edici yağıntılı hava şəraiti Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda, daha çox bu Gəncə Qazaxın, Kiçik Qafqazın və Böyük Qafqazın dağlıq ərazilərində gözlənilir. Bu da o deməkdir ki, Böyük Qafqaz, Kiçik Qafqaz və Gəncə Qazaxdakı çaylarda sulluğun kəskin artması, lokal sel daşqın prosesləri baş verə bilər. Eyni zamanda qəfil ildırım fırtınasının nəticəsində ildırım vurma riski var. Bəzən quru ildırımlar müşahidə edilə bilər. İyunun 20-si və 21-də quru ildırım baş verə bilər ki, bu da deməli yanğınla nəticələnə bilər. Artıq iyunun 21-i axşama doğru isə bu ildırımlar leysanla və dolu ilə müşahidə ediləcək. Ən çox da Azərbaycanın Böyük Qafqaz, Kiçik Qafqaz və Gəncə Qazaxda. Böyük Qafqazdakı sistem bir daha bildirdiyimiz kimi deməli tədricən Yevlax, Göyçay, Ağdaş rayonuna doğru yayıla bilər. Eyni zamanda Kiçik Qafqazdakı sistem də Naftalan, Goranboy, Ağdam, Tərtər, Füzuli, Horadiz, Hadrut, Zərdab, Beyləqan, Ağcabədi rayonlarına doğru yayılması potensialı var. Azərbaycanın mərkəzi Aran rayonlarının bu cənub-şərq hissəsində iyunun 26-sına qədər leysan və ildırım potensialı zəifdir. Lakin iyunun artıq 26-sı axşam və 27-sində Azərbaycanın bu Biləsuvar, Salyan, Neftçala, Aran Şirvanında və Ələt ərazisində Neftçala, Salyanda lokal qısa müddətli şimşək və leysan, qısa müddətli leysan potensialı var. İyunun 28-nə qədər, baxın, iyunun 28-nə qədər Böyük Qafqaz, Kiçik Qafqazda qeyri-sabit hava şəraiti təkrarlana bilər. Yəni iyunun 21-i axşamdan başlayan proses, trend iyunun 27-28-nə qədər Böyük Qafqaz, Kiçik Qafqazda hava şəraitinin deməli tez-tez dəyişilməsinə səbəb ola bilər. Bu barədə son dəqiqə məlumatları birbaşa peyc və radar məlumatlarının təhlilləri əsasında kanalda yayınlanır. Çünki bu qlobal modellərin göstərmədiyi lokal bir proseslər baş verir real zaman ərzində. Yəni bu da o deməkdir ki, qlobal modellər bəzən yağıntıların intensivliyi və həmin coğrafiyada baş verən real prosesləri qlobal modellər zəif göstərir, amma həmin gün baş verən real sinoptik şərait isə birbaşa peyc və radar məlumatlarının təhlilləri əsasında kanalda yayınlanacaq. Artıq bu sistemlərin tədricən iyunun 21-dən 22-dən keçən və 22 iyun artıq Böyük Qafqaz, Kiçik Qafqaz, Gəncə Qazaxa doğru bu sistem yayılacaq. İyunun 24-ü və 25-də bu sistem Dağlıq Şirvandan Bakı, Abşeron, Sumqayıt arasında doğru daxil ola bilər. Qısa müddətli şimşək və lokal yağış potensialı var. İyunun 27-si və 28-sinə qədər qlobal model bunu göstərir ki, Qafqazın cənubunda tez-tez havada buludlanmanın artması potensialı var. Qlobal modellər çünki deməli lokallaşan prosesləri göstərmir. Lokallaşan prosesləri göstərmədiyi üçün həmin günü birbaşa peyc və radar məlumatlarının təhlilləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanır. İyunun 19 və 20-sində Kiçik Qafqazda və Böyük Qafqazda
Əsasən dağ kəndlərində lokal şimşək və lokal dolu proseslər, leysan prosesləri baş verə bilər. Bu da dağ kəndlərinə aiddir. Lakin iyunun 21-dən 22-dən keçən gecə şimal-qərbdən daxil olan yağıntı sistemləri qəfil bir fırtınanın qopmasına səbəb olacaq. Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Dağlıq Şirvandakı yağış buludlarının Göyçay, Ağdaş istiqamətine doğru yayılması, Yevlaxa doğru yayılması potensialı var. Eyni zamanda Kiçik Qafqazdakı yağıntı sistemi də demək Kiçik Qafqazdan Bərdə, Tərtər, Horadiz, Hadrut, eyni zamanda Beyləqan, Zərdab istiqamətine doğru yayıla bilər və artıq iyun ayının 24-dən 25-dən keçən gecə Dağlıq Şirvandakı lokal leysan və ildırım buludları münbir sınavlı şərait yaranarsa, hansı ki şimal külələri əgər əsməsə, onda artıq Bakı Abşeron qaydasına daxil ola bilər. Bakı üçün əsas bir deməli leysan üçün münbir sınavlı şərait bu halda baş verir ki, Bakıda deməli Abşeronun şimalında bir lokal bir siklon sistemi əgər formalaşarsa, Abşeronun şimalında bir siklon sistemi formalaşanda artıq cənubdan daşınan rütubətli hava Abşeronda şimaldakı sərnəvalarla toqquşur. Bu da ciddi bir topa yağış buludlarının, hətta lokal bir supersel buludlarının qəfil inkişafına səbəb ola bilər ki, bu da 14 apreldəki qəfil dolu prosesləri, hansı ki departament belə bu barədə xəbərdarlıq etməmişdi əvvəlcədən. Eyni zamanda 26 maydakı qəfil dolu proseslərində belə Milli Hidrometeoroloji Departamenti əvvəlcədən xəbərdarlıq verməmişdi, amma bu qlobal modellər siqnalları göstərir. Həmin günün baş verən proseslər isə birbaşa pH və radar məlumatların təlləri əsasında kanalda yayınlanacaq. Azərbaycanda 2026-cı il ərzində su qıtlığı demək olar ki sıfıra bərabərdir, amma buna baxmayaraq sentyabrın 1-dən artıq yeni bir qanun qüvvəyə minəcək ki, yerli istifadə üçün bəzi su quyuları, deməli hansısa bir şirkətlər buna istifadə edərsə, bunlar artıq ödənişli olacaq. Bu da o demək ki, yaxın gələcəkdə ola bilsin ki, əhali üçün də müəyyən bir limitlər tətbiq edilə bilər, yəni belə bir ehtimal var. Çünki quraqlıqdan danışılır, amma əslində qalsa, real rəqəmlər isə 2030-cu ilə qədər Azərbaycanda ciddi bir quraqlıq riski gözlənilmir. Ümumdünya Meteorologiya Təşkilatı, eyni zamanda Dünya İqlim Mərkəzləri və Avropanın Orta Mənzilli Hava Tədqiqatları Mərkəzi ardıcıl bu siqnalları verir ki, 2030-cu ilə qədər Avropanın cənub-şərqində, orta şərq ölkələrində və Qafqazda yağıntılar artacaq. Xüsusilə də 2026-cı ilin payızı və 2027-ci ildə Qafqazda yağıntıların bir xeyli artması artıq qlobal modellər bunu dəfələrlə göstərib və biz də bu barədə danışmışıq. Yenilənmiş məlumatlar kanalda yayılacaq, amma buna baxmayaraq Azərbaycanda hər hansı bir su qıtlığı olmasa da sentyabrın 1-dən müəyyən bir deməli arteziyan quyularının istifadəsi üçün müəyyən bir limitlər tətbiq edilə bilər. Düzdür, bu şirkətlərə aid olsa da, şirkətlərin istehsal etdiyi malların qiymətlərinin qalxması da artıq bütün əhaliyə təsir edə bilər. Yəni, ən azından Azərbaycanın əhalisi çox deyil. Çinin əhalisi kimi 1 milyard yarım, yəni 1 milyard 500 milyona qədər əhalimiz yoxdur ki, mən deyim, bizdə su qıtlığı var və yaxud da ərzaq çatışmır. Cəmi 9 milyon yarım, 10 milyon da istəyir əhalimiz var, amma biz buna baxmayaraq ölkəmizdə hər hansı bir su qıtlığına danışırıq. İnsanların çoxu da artıq xaricə qaçır, biz ölkədə yaşayan da yox demək olar ki, gənclər hamı qaçır. Demək, sözümün canı fikrim budur ki, yəni bu ölkə əhalisi azdır. Heç bir su qıtlığından söhbət getmir, amma nədənsə ardıcıl olaraq su qıtlığından danışılır. Deməli, yaxın dövrdə isə Azərbaycanda əslində hər hansı bir su qıtlığı baş verməyəcək. Əksinə, Azərbaycan ərazisində yaxın dövrlərdə yağıntılarda artım gözlənir. Super El Niño, hansı ki o son 200 il ərzində Super El Niño hadisəsi baş verməyib. Super El Niño dövründə Qafqaz ərazisində və Xəzər Ovzası ölkələrində yağıntılar artır. Ümumiyyətlə El Niño dövründə yağıntılar artır və Super El Niño dövründə isə bu yağıntıların daha da artması gözlənilir. Hansı ki bu faktiki qlobal modellər tərəfindən də bu siqnallar verilir. Amma buna baxmayaraq ölkəmizdə ciddi bir deməli su ilə bağlı ciddi bir tədbirlər görülür. Əslində qlobal bir istiləşmə Azərbaycan ərazisində ciddi bir su qıtlığı yaratmır. Əhalimiz də o qədər çox deyil. Amma buna baxmayaraq çox ciddi bir tədbirlər görülür. Ümid edək ki, yaxın illərdə artıq şəxsi istifadə üçün, artezyan quyularından istifadə üçün müəyyən bir vergi və yaxud da qiymət tələbi və yaxud da nələrsə bir ortaya atılmaz. Çünki bu artıq əhali üçün çox ağır bir yükdür. Onsuz da açıq danışsaq, kanalların, bir sıra kanalların limitlərini ödəmək mümkün deyil. Üstəlik bu şəxsi su quyularının üstündə müəyyən bir pulun alınması artıq bu həqiqətən də çox oldu, artıq oldu. Çünki 400-500 manatdan ortalama bir dolanın ailə
hansı bir ödənişi etsin, çox maraqlı bir rəqəmdir. Artıq onca da kiminsə əlinə fürsət düşürsə artıq Azərbaycana qaçmağa çalışır. Ümumi olaraq qlobal modellərin son təhəlləri haqqında və birbaşa page və radar məlumatlarının son təhəlləri haqqında kanalda son dəqiqə məlumatları yayımlanacaq.